Bir var ucadan danışmaq, bir var qışqırmaq, bir də var bağırmaq. Sinifdə ucadan danışa bilərik, amma qışqıra bilmərik, bağıra bilmərik. Bilin ki, bu həm xaosdan xəbər verir, həm də xaosa aparır. Sinifdə səsinizi ucaldıb qışqırdığınız zaman şagirdlərə, hətta hayqırdığınız zaman bilin ki, vəziyyət daha da xaotikləşəcək. Səsinizi azacıq ucaldıb belə deyə bilərsiniz. 10 saniyə verirəm, 10 saniyə sonra dərsə başlayırıq. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Bu formada verəcəyiniz siqnallar sinifi idarə etməkdə sizə daha çox kömək olacaq və sizi yormayacaq. Əgər bunu deyil, qışqırmağı seçsəniz, o zaman bilin ki, vəziyyət daha da xaotikləşəcək.